Doğrudan da arıqladır, 10 yaş cavanlaşdırır, yoxsa sadəcə marketinq məhsullarıdır? Gəlin bir-bir sizə deyim. Dəriyə və sümüklərə, oynaqlara çox faydalıdır. Ancaq kollagen iç 10 yaş cavanlaşacaqsan, demək düzgün deyil. Bu kollagen ən yaxşı kollagenlərdən biridir. Tərkibində vitamin C yoxdur. Ona görə də əgər içsəniz, mütləq yanında vitamin C də qəbul etməlisiniz. Magnezium. Stres, narahatlıq, yaxşı yuxu və əzələ ağrılarına qarşı çox yaxşı təsir edir. Mənim əlimdəki magnezium bisiklinatdır. Çox yaxşıdır. Az qalıb, demək olar ki, hamısını içmişəm. Asetil L-karnitin. Yox. Bu pilləri yandırmır. Ağlınızı qarışdırmasın. Məhz bu növü sadəcə diqqət dağınıqlığı, yaddaş üçün yaxşıdır deyirdilər. İçdim, fayda gördümmü deməzdim. Omega. İstifadə etdiyim ən yaxşı omegalardan biri bu olub. Omega ürəyimizdir. Həqiqətən də ürəyimizdir. Glucoslim adı mənə heç çəkici gəlməmişdi. Hətta yalan marketinq məhsulu kimi gəlsə də, tərkibini oxuyandan sonra fikrim dəyişdi. Çünki tərkibində berberin və xrom var. Yan formada qanda şəkəri stabil saxlamağa və iştah kontroluna kömək ola bilir. Səndə şirniyyat istəyinə qarşı. Düzdür, çox içməmişəm. Denemək istəmişdim, amma məncə hələ yetər qədər deneməmişəm. Amma tərkibi yaxşıdır. Və ən sonunda resveratrol elit anti-aging məhsulu deyirdilər. Heyvanlar üzərində araşdırılması yaxşı nəticələr versə də, insanlar üzərində hələ də lazımı qədər tədqiqatlar yoxdur. Sən hansı qida əlavəsindən içib məmnun qalmısan və yaxud da pulun boşa getdi demisən? Rəylərdə bölüşün.